20 ilə yaxındır ki, zərgərliklə məşğul oluram. Şəbəkə üsulu ilə cürbəcür zinət əşyaları düzəldirəm. Boş vaxtlarımda isə təbiətdə olmağı çox sevirəm. Həm dincəlirəm, həm də işimlə bağlı təbiətdən bəhrələnirəm. Yeni ideyalar fikirləşirəm. Yeni işlərin yaranmasında təbiət mənə çox kömək edir. İbtidai sinif müəllimi idim. Zərgərlik dükanından bəyənib aldığım üzük mənim bütün taleyimi dəyişdirdi. Şəbəkə üsulu ilə hazırlanmış üzük o qədər xoşuma gəlmişdi ki, bu üzüyün ustasını tapıb sənətin sirlərini öyrətməyi xahiş etdim. Nə ailəm, nə də ki ustam əvvəllər bu işlə ciddi məşğul olacağıma, sənətimi dəyişəcəyimə inanmırdılar. Ta ki öz əllərimlə düzəltdiyim üzüyü görənə qədər. Şəbəkə üsuluna zərgərliyin şahı deyirlər. Burada müxtəlif metallardan istifadə olunur. Qızıl, gümüş, melchior, mis, latun. Mən özüm əl işlərimin hazırlanmasında melchior, gümüş və qızıldan istifadə etmişəm. Amma mənim sevdiyim metal gümüşdür. Çoxları qızıldan istifadə etməyə üstünlük verirlər. Çünki qızılla işləmək daha asandır. Gümüşün ərimə temperaturu qızıldakından daha aşağı olduğuna, onunla işləmək bir qədər çətindir. Ümumiyyətlə, şəbəkə əziyyət, dözüm, səbr tələb edən bir zərgərlik üsuludur. Ümumiyyətlə, zərgərlikdə, şəbəkədə istifadə olunan metal, qızıl, gümüş, latın ərildildikdən sonra müəyyən proseslər keçirilir. Sap halına salınır. Metal tikiş tikdiyimiz sap nazikliyində olmalıdır. Bu sapları biri-birinə vuraraq eşmə düzəldirik. Bu burma eşmə adlanır və eşməni xırda-xırda doğrayanda isə onun adını vov deyirlər. Bu saplar lazımi şəkildə doğranılır, xırda-xırda doğranıldıqdan sonra istənilən formanın içində düzülür və bu formada həyətlik adlanır. Saplar formasının içinə düzüldükdən sonra bir-birinə lehimlənir. Şəbəkənin əsas işləmə prosesi bu cür həyata keçirilir. Şəbəkə üsulu ilə işləyən zərgər hər gün öz üzərində işləməlidir. Yeni naxışlar, yeni ideyalar axtarışında olmalıdır. Bu, daim yenilənən, dəyişən, inkişaf edən bir zərgərlik üslubudur.
şəbəkə üslubunun köhnə texnikasını saxlamaqla yenilənən yeni formalar, yeni modellər hazırlamaq, yeni eskizlər çəkmək lazımdır ki, dəbə uyğun, zamanəyə uyğun olsun. Amma elə olur ki, hazırlamağa başladığım zinət əşyaları eskizdən tamamilə fərqlənir. Ona görə də bu şəbəkə ilə işləmək həm çətindir, həm də maraqlıdır. Hər hansı bəzək əşyasını hazırlamaq prosesi öncə onun eskizini çəkməklə başlayır. İdeya, fantaziya tez gəldikdə eskizi də təbii ki, çəkib hazırlayıram. Amma elə olur ki, hazırladığım zinət əşyası eskizdən tamamilə fərqlənir. Yəni iş zamanı ağlıma yeni fikir, yeni fantaziya gəlir. Mən ondan istifadə edirəm. Nəticədə isə bambaşqa bir əşya alınır və etiraf edim ki, bu mənə böyük zövq verir. Bizim işimizdə əhval-ruhiyyənin böyük təsiri var. Əhvalım yaxşı olanda, gördüyüm ən çətin iş belə rahatlıqla sona yetir. Zaman və dəb dəyişdikcə isə bu və ya digər bəzək əşyalarına olan tələbat da dəyişir. Məsələn, bir neçə il bundan öncə milli üslubda hazırlanan səbət, şar sırğalar çox dəbdə idi. İndi isə şəbəkə üsulu ilə digər üsulların sintezi daha böyük marağa səbəb olur. Minalı işləmələr son vaxtlar çox bəyənilir. Biz zərgərlər də öz işimizdə insanların zövqünü oxşamağa çalışırıq. Məsələn, damla şəklində hazırlanan sırğa və kulonlara son zamanlar tələbat böyükdür. Bu bəzək əşyasını hazırlamaq üçün tikiş sapından bir qədər qalın məftildən karkas düzəldilir, onun içi nazik metal saplarla doldurulur. Bayaq dediyim kimi, eşməni xırda doğrayıb onu vov adlandırılır. Bu vovlarla həmən bu karkas doldurulur və lehimlənir. Daha sonra damlanın üzərinə rəngli qaşlı bəzədilir. Yəni rəngli qaş zövqə uyğun seçilir. Metala uyğun olaraq düzəldirəm. Məsələn, gümüşlə işlədikdə isə çox zaman firuzədən istifadə edirəm. Tək firuzə deyil, ametist, karund, sirkon daşlardan da istifadə edirəm.
Xarici ölkələrdə Azərbaycanı təmsil etdikdə oradan müxtəlif diplomlar, sertifikatlar almışam. Mən xarici ölkələri Azərbaycanı adından təmsil etmişəm. Müxtəlif ölkələrdə iştirak etmişəm. Festivallarda, seminarlarda. Məsələn, Amerika Birləşmiş Ştatlarında, Fransa kimi ölkədə, sənəti qiymət verilən İran kimi ölkədə Azərbaycanı təmsil etmişəm və hal-hazırda orada muzeydə mənim əl işim təmsil olunur, göstərilir. Əl işlərim xarici ölkələrdə böyük maraqla qarşılananda həm öz adıma, həm də doğma vətənimin adına qürur hissi keçirmişəm. Qədim zamanlardan bu günlərə dək gəlmiş el sənətimizin əsas texnikasını qoruyub saxlamaq, şərti ilə inkişaf etdirmək, onu gələcək nəsillərə ötürmək biz sənətkarların borcudur. Mən bu işə başlayanda şəbəkə üsulu ilə işləyən ilk qadın zərgər idim. Sevindirici haldır ki, gənc qızlarımız bu sənətə, bu üsluba getdikcə daha çox maraq göstərirlər. Abadla yarandığı vaxtlardan əməkdaşlıq edirəm. Bu qurum əl işlərimin satışı istiqamətində lazımi dəstəyi göstərir. Milli mədəniyyətimizi özündə əks etdirən əl işlərim həm yerli sakinlər, həm də turistlər tərəfindən bəyənilir, maraqla qarşılanır. Bu səbəbdən də Abad ailəsinə qoşulduğum, abadçı olduğum üçün sevinirəm və onlara təşəkkür edirəm.